Qızılı necə saxlamaq olar ki, 20 ildən çox təmiz və yeni kimi qalsın? Qızıl dəyərlidir, amma düzgün qulluq olunmasa zamanla cızıla, qarala və formasını itirə bilər. Bir neçə vacib məqama diqqət etsəniz, qızıl zinət əşyalarınız illərlə ilk günkü kimi təzə qalar. Təkcə probaya yox, ərintiyə də fikir verin. Çox yumuşaq qızıl tez cızılır və deformasiya olur. Ona görə alış zamanı qızılın tərkibi və keyfiyyəti önəmlidir. Qızıl tez qaralırsa, səbəb probası deyil. Əksər hallarda səbəb kosmetika, ətir, məişət kimyəvi vasitələri, yəni əhəngli su da buna aiddir. Bunlar qızılın rəngini dəyişə bilərlər. Qızılı necə saxlamalıyıq? Taxmadığınız zaman qızılı ayrı qutuda, yumuşaq parçaya bükülmüş halda saxlayın. Bir-birinə sürtünməsin. İldə ən azı bir dəfə peşəkar təmizlətmə etdirmək tövsiyə olunur. Ev şəraitində qızılı təmizləməyin təhlükəsiz yolu, əgər qızıl çox qaralıbsa, bir çay qaşığı naşatır spirti, bir stəkan ilıq su, bir damcı mayi sabun. Qızılı bu məhlulda 5-10 dəqiqə saxlayın, sonra təmiz su ilə yuyun və yumuşaq parça ilə qurulayın. Əgər faydalı oldusa, mütləq bəyənin və dostlarınızla paylaşın, onlar da bilsin.